Geceniz xeyir olsun. İlk önce azarkeşlərimizi təbrik eləmək istəyirəm. Və həqiqətən bugün elə bir gün idi ki, bizi qarşıda bir neçə gün sonra çox böyük zəfər bayramımız gözləyir. Və buna görə bu oyunun da belə nəticəyə görə yox, ümumiyyətlə belə mübarizə şəraiti keçməsi məni çox sevindirdi. Çünki mən bəzən futbolçularıma bir döyüşçülər deyirəm və bugün də mən bunu hiss etdim və sona kimi vuruşdular, sona kimi ayaq üstə bərk durmağı bacardılar və çox vacib idi bu mənim üçün. Baxmayaraq ki, dünyanın, Avropanın ən güclü klublarından birinə qarşı oynuyorduk. Buna baxmayaraq futbolçuların çəkinmədilər və sırf Azərbaycanlıya xas bir xarakter göstərdilər. Və təşəkkür edirəm onların hər birinə və həqiqətən bugün bəli bir xal əldə elədik, amma bu səhv etmirəmsə 8-ci oyunumuz idi İngilis klublarına qarşı və bizim ilk xalımız idi. Və əlbəttə ki, bu cür oyunlar, bu cür nəticələr bizə, mən dəfələrlə demişəm ki, böyük inam verir və bizi daha da böyüdür. Və ən vacibi də futbolu ölkəmizə sevdirir. Azarkeşlərimizə, ümumiyyətcə bütün rəhbərliyə və futbola marağı daha da böyütməlidir deyə düşünürəm. Və qarşıdakı onlara hazırlaşmalıyıq. Qarşıdakı rəqiblər, hansı ki, həm Napoli, həm ondan sonra Ajax, bunların bəlkə də bizi gözləyirlər ki, bu oyundan 3 xal əldə eləsinlər ki, öz turnir cədvəllərini yaxşılaşdırsınlar və biz buna hazır olmalıyıq. Və belə inşallah qalan da suallarınız olduğunda cavab verərəm və qonaqlarımız da var. Bizim yenə İngiltərədən gəlmiş qonaqlarımız var. Bir daha salamlayıram sizi və bizim qardaş ölkədən gəlmiş Ertən bəy gördüm burada. Çox xoşdur sizi burada görməyə. Təşəkkür edirəm. Cavid buyur. Qurban bəy, qazanılan xal münasibətilə sizi təbrik edirəm. Mən sizə bir sualım var. Siz oyuna Kadi sağ cinahda başladı. Bu Kukurella'ya görə edilmiş addım idi, yoxsa sonra isə Andrade onun yerinə keçdi 31-ci dəqiqədə o adda ilə əvəz olunandan sonra? Deməzdim, sırf ona görə idi, amma ümumən rəqibin oyununa görə idi və rəqibin oyun üslubuna görə idi və belə bir addım atmışdıq. Buyur Elvin. Qurban müəllim, təbrik edirəm mən də. Bu 90 dəqiqəyə nəzərən, şəxsən mənə görə 2 xal itirdik. Siz necə fikirləşirsiniz? Yox, Elvin, siz bilirsiniz, həmişə mən, əgər biz xallarımızın üzərinə xal gəlibsə, mən bunu qazanmış kimi sayıram və çox şükür, yəni 0 da ola bilərdi, amma 6 xal dönüb 7 xal oldusa, biz bugün də bir xal qazanmışıq. Hocam tebrik ederim. Öncelikli olarak sesim gitti ama feda olsun. Yani maçı anlatırken gerçekten hani çok soğukkanlı kaldınız. Tebrik ediyorum. Bu arada söyleyeyim, Spor TV Ertem Şener diye saygısızlık yapmayalım. Şunu sormak istiyorum sizlere. Kenarda bu kadar soğukkanlı kalmayı nasıl başarıyorsunuz? Enzo Maresca yerinde duramadı. İkincisi 10 kişiyle gol attınız. Dikkatimi çekti. Chelsea 11 kişiydi, siz 10 kişiyle attınız. Üçüncüsü, bütün dünya dahil herkes, Şampiyonlar Ligi'nde herkes acaba Karabağ 2 puan mı alır, 3 puan mı alır derken şu anda şunu düşünüyoruz. Napoli'de yenilsek bile Ajax'la Eintracht Frankfurt'u burada yeneriz ve biz bu gruptan çıkarız şeklinde artık kağıt kalemler alındı ve Karabağ ilk 24'e koyuyoruz. Yani ben sürpriz olmayacak benim için. Ben sonuna kadar inanıyorum çıkacağına. Bu konuda artık hayalleriniz neler? Yani bu gece yatarken ne düşüneceksiniz? Futbolcularınız da neler söylüyorlar bu konuyla ilgili? Çok merak ediyorum. Teşekkür ederim. Bu arada bütün Azerbaycan'ın 5. zaferi kutlu olsun. 5. yıl dönümünüz kutlu olsun. Hepinizi yürekten kutluyorum. Çok sağ olun. Çok sağ olun. Soyuqqanlı qalmaq, bilmirəm, bəlkə xarakterimlə bağlıdır, bəlkə belə deyək də, nə var odur. Yəni, əlavə bir düşünəsi bir şey yoxdur, nə var məndə, mənim xarakterim nə varsa, yəni gördüyünüz odur.
Sonra 10 kişi qaldıqda, bəli 10 kişi qaldıqda biz qol atdıq. Ola bilər rəqib o dəqiqələrdə biraz diqqətsiz oldu. Çünki rəqibin də 10 kişi qaldığı bir dəqiqələr oldu. Əksinə biz onda rəqibin üzərinə getmədik, biraz ehtiyatlandıq. Burada tam əksi oldu və belə yəni şans düşdü, şansdan yararlana bildilər. Yəni o epizodda Duran çox yaxşı mücadilə apardı. Çox yaxşı, yəni demək olar ki, elə qol payı daha çox onun üzərinə düşdü və belə hallar olur. Hətta təkcə 1-2 dəqiqə üçün yox, hətta olub ki, komanda 60-70 dəqiqə azlıqda qalıb, amma o oyunu qalib gəlib. Yəni, futbolun belə deyək də bir elə buna görə futbol sevilir. Yəni görünməyən, düşünülməyən tərəflərindən biridir. Üçüncüsü, nə idi üçüncüsü? Yəni ilk 24'lük üçün. Tamamilə doğru. Biz ilk gündən mən fikirlərimdə söyləmişdim ki, bizim 2017-ci ildəki vaxtdan bu il Qarabağ biraz fərqlidir, daha çox təcrübə toplayıb. Baxmayaraq ki, heyətimizdə yeni futbolçular vardı, hansı ki, hətta bugünə kimi nə Avroliqa görmüşdülər, nə Konferans Liqası görmüşdülər, nə Çempionlar Liqası görmüşdülər və bugün çox futbolçu belə böyük bir turnirdə iştirak elədi. Düzü desəm, biraz narahatçılığım var idi ilk qrupa düşəndə ki, bu futbolçular ola bilər ki, o böyük stadlarda, böyük komandalara qarşı, böyük takımlara qarşı ola bilər ki, həyəcan çox olsun və biz oyunumuzu itirək. Amma şükürlər olsun Allah, yəni bəlkə o bir-birimizə güvənlən, kollektivi daha düşündüyümüz kimi ələ aldığımıza görə belə bir mübariz bir komanda yarandı. Amma ilk oyundan sonra, ilk oyuna kimi, hətta qrupa kimi məndə inam var idi. Çünki futbolçularım sanki istəyirlər ki, Çempionlar Liqasının qrupunda iştirak etməyə. Yəni o qarşımıza, belə deyək, ilk turda məqsəd qoymuşduq və buna şükürlər olsun Allah, istək deməli, səmimi olanda, ürəkdən gələndə nəticədə Allahın izni ilə olur. Qaldı ki, qarşıdakı bizim şansımıza və mən dəfələrlə bildirmişəm ki, əgər bugün bizim şansımız varsa, biz bundan maksimum istifadə etməyə çalışacağıq. Bunun üçün əlbəttə ki, bizə lazım olan odur ki, daha çox çalışmalıyıq, daha peşəkar olmalıyıq və nə məşqdən doymalıyıq, nə də hansısa bir, hətta bir xaldan doymamalıyıq və biz əksinə çalışıb daha çox antrenman yapıb və uğurun dalınca qaçmalıyıq. Və belə də kollektivi yaxşılaşdırıb, bir-birimizə güvənib bu adımı atmalıyıq və belə inşallah qarşıdakı oyunlarda dediyim kimi bizə daha ciddi yanaşacaqlar, hansı ki onlar bizlə oyunda öz turnir cədvəlini daha da yaxşılaşdırmaq, öz puanlarını daha da yaxşılaşdırmaq istəyəcəklər və biz buna hazır olmalıyıq. Çox sağ olun. Kənan buyur. Qurban bir xal münasibətini təbrik edirəm. 2017-ci ildəyiz. 2017-ci ildə Chelsea ilə maçdan sonra belə bir açıqlamamız olmuşdu ki, mən ən çox dəstəkləyən oldu ki, onlar bizə bir qədər kiçik komanda kimi baxdılar, yuxarıdan aşağı kimi baxdılar. Amma bu oyunda da eyni gördü. Start heyətini görəndə, Chelsea-nin ehtiyat oyuncularına 7 nəfərin start heyətində olduğunu görəndə yenidən fikirləşmədiniz ki, onlar bizə yuxarıdan aşağı baxırlar. Buna görə qələbə qazanmalıyıq. Məhz buna görə. Mən ümumiyyətcə Kənan, bu belə böyük komandalarda yəni ikinci heyət deyə düşünmürəm. Əlbəttə ki, daha çox bir nömrə var, hansı ki onlar böyük oyunlarda onlardan oyuncuları daha çox meydana buraxırlar. Amma yəni bu ilk dəfə deyil ki, bu heyəti bizə qarşı buraxdılar. Hansı ki bunların çünki həm Çempionlar Liqasında, həm Premier Liqada, həm İngiltərə kubokunda, həm digər bir kubokda, yəni bu komandalar iştirak edib bunların rotasiya etmək məcburiyyətindədirlər. Çünki bugün də gördünüz ki, oyunun dinamikasını, oyunun sürətini, yəni bu hər oyun eyni heyətlə
çıxış etmək heç də asan deyil. Və mən bilmirəm o vaxtı nəyə görə demişdim ki, bizə Chelsea kiçik bir komanda kimi baxdı. Bəlkə o biraz oyunun hansısa bəlkə bir cümlə olmuşdu, hansısa bir fikir olmuşdu. Ona görə belə bir fikir bildirmişdim. Amma yəni Conte-li Chelsea heç vaxt digər komandalara yəni belə də yəni, ikinci komanda kimi baxmayıb. Yəni o vaxtı elə bugün də biraz o köhnə epizodlara baxdım. Hazard heyətdə idi, nə bilim William heyətdə idi, elə penalti elədi. Yəni bütün heyət yəni hamısı demək olar ki, oynayırdılar. Hətta biz 10-15-ci dəqiqədən içəridə qırmızı aldıq elə bir həmin oyunda. Və bu klublar ümumiyyətcə yəni mən inanmıram ki, hansısa bir kluba bir yuxarıdan aşağı baxsınlar. Çünki bunların hər birinə hər 3 xal yəni çox vacibdir, böyük klublardır. Ona görə həm də ki, ümumiyyətcə bu zadəganlar klubudur. Bunlar həmişə biraz daha centilmen sayağı, belə yəni hamıya yəni bu cür yanaşırlar. Elə bir fikir mən inanmıram ki, olsun. Salam Mr. Qurbanov. Salam, cənab Qurbanov. 2017-ci ildə Qarabağ Chelsea-yə uduzdu burada. Siz İtalyan jurnalistlərə Milli Giuliani ilə müsahibə vermişdiniz və ona demişdiniz ki, Sadikov oyundan çıxandan sonra bu cür oyunlar bizi gücləşdirir və həmin vaxtdan bəri siz dediniz ki, biraz indi oyunçularınız yaxşılaşıb. Bəs baş məşqçi haqqında nə deyə bilərsiniz? 2017-ci ildən bəri bu günə kimi cənab Qurbanov necə inkişaf edib və siz müdafiə yönümlü oynamağa mı qərar vermişdiniz, yoxsa 3 xal üçün mübarizmi şəkildə meydana çıxmışdınız? Ümumiyyətcə o vaxtı, bəli, yəni mən həmişə demişəm ki, mən dünən də fikirlərimdə bildirdim ki, biz bu oyunu məğlub olsaq da biz qalib kimi olacağıq. Çünki bu cür klubların, böyük klubların ümumiyyətcə bu ölkəyə gəlməsi, bizim gözəl Bakımıza gəlməsi və bizim azarkeşlərimizin hamısı o ulduzları, o böyük klubu canlı görməsi bu ümumiyyətcə bizim üçün bir uğurdur. Qaldı ki, mən əvvəlki fikirlərimdə həmişə qalmışam. O vaxtı da yəni mən bildirmişəm ki, böyük klublara qarşı bizim oyunlarımız və hətta böyük məğlubiyyətlər bizi daha da böyüdür. Çünki bu müəyyən bir uğuru əldə etmək üçün çox böyük çətinliklərdən keçmək lazımdır. Əgər böyük sınaqlardan biz keçiriksə və bunu biz dərk eləyiriksə, məncə biz işimizi daha məsuliyyət görəcəyik və daha da sağlam görəcəyik. Və buna görə mən həmişə fikirlərimdə bildirirəm ki, biz belə oyunlar bizi böyüdür. Mən yenə deyirəm ki, ola bilər ki, 2017-ci ildəki heyət bəlkə daha güclü idi, ayrı-ayrılıqda, yəni simaları götürəcək, adları götürəcək, amma mən dünən də fikirlərimdə bildirdim ki, bizim təcrübəmiz daha çoxalıb. Çünki o dəfə məsələn ilk dəfə idi biz Çempionlar Liqasının qrupunda oynuyorduk, amma bu ikinci dəfədir. Hər dəfədən görürsən komanda, klub olaraq və mən baş məşqçi olaraq belə oyunlara daha soyuqqanlı yanaşıram və daha da inamlı yanaşıram. Qaldı ki, müdafiədən oyunu qurmağa, xeyr, mən müdafiədən oyunu qurmamışdım bugün də və mən elə dünən də bildirdim ki, fikirlərimdə rəqib nə qədər bizə şərait yaradacaqsa biz hücumda oynamağa, biz onlara pressing etməyə, mən bunu futbolçularımın tələb edəcəm və hətta risklərə gedəcəm. Bugün biz o risklərə getdik, çünki bəzən belə komandalara qarşı mütləq biz riskə getməliyik ki, futbolçularda o güvəni tapmaq üçün. Yox, əgər mən bugün desəydim ki, biz ilk dəqiqələrdən otururuq müdafiədə, bu biraz futbolçularda, bəlkə bunu futbolçular gözləyirdilər, amma mən bunu onlara imkan vermədim ki, onlarda o biraz qorxaqlıq hissi olmasın. Buna görə yəni, ilk dəqiqələrdən belə bir gördünüz ki, elə oyunun maksimum meydanın belə də rəqibə aid olan hissəsində qurmaq istəyirdik. Və əlbəttə ki, usta komandada usta futbolçular var, hansı ki bizim
düşündüyümüzün bəzən tam əksini edirdilər və bundan istifadə edə bilirdilər. Amma hər bir halda bizim qollarımız da elə ikinci qolumuz da elə rəqibin meydanında topu ələ keçirərək, yəni biz həmin o qolu atdıq. Amma ümumən belə real baxmaq lazımdır hər şeyə. Mən bugün nə qədər desəm də ki, biz 90 dəqiqə hücum futbol oynayacağıq, çünki bu mümkün olan bir şey deyil. Çünki qarşımızda bizdən daha keyfiyyətli rəqiblər var. Və buna görə yəni mən müdafiəni belə deyək də çox istəyirəm ki, biraz daha çox rəqibin zonasında qurmağa. Buyurun. Fantas saytından Kamil Xudiyev. Sualım Kadi ilə bağlı olacaq, Qurban müəllim. Kadi ilk hissədə əvəzləndi, təəssüf ki, Addaya buraxdı yerini. İlkin vəziyyət necədir, onun zədəsi nə dərəcədə ciddidir? Bu arada məlumat versəniz yaxşı olar. Dəqiq bir fikir söyləyə bilməyəcəm, amma biraz ciddi oxşuyur. Biraz o ayaq hissəsində kiçik sümüklər də, hansı ki, onlardan biri sanki qırılana oxşuyur, amma hər bir halda sabah MRT müayinəsindən sonra bilinəcək. Buyurun. Ayrı-ayrı klublar olsa da Chelsea, Liverpool, amma nəzərə alaq ki, Premier Liqa klublarıdır. Bugün Liverpoola qarşı Chelsea'də hansısa bir boşluqlar kəşf etdinizmi? Liverpoola qarşı Premier Liqa klubu olaraq Liverpoola qarşı Chelsea'də nə isə kəşf etdinizmi? belə hər bir halda fərqli klublardır, amma Liverpool dünən Real Madrid'də udub. Biraz kəşf etmək biraz, məncə kəşf edəsi bir şey yoxdur. Əksinə orada onların stadda, meydanında, yəni oyun, belə deyək də, o azarkeşlər qarşısında, yəni oynamaq heç də asan deyil, amma yenə də biz mütləq çalışmalıyıq ki, düzgün, sağlam oyun qurmağa. Buyurun. Qurban müəllimi xala görə sizə təbrik edirəm. 90 Plus'dan Cahit Süleymanov. Oyundan sonra rəqibin baş məşqçisi ilə salamlaşarkən onun biraz soyuq, bir də kinli baxdığını hiss elədik. Yəni sezdik. Siz də belə bir şey hiss elədinizmi? Bir də sizcə Maresca komandasının rahat qələbə qazanacağını fikirləşdiyirsiniz, sizə o reaksiyanı verdimi? Çox sağ olun. İnanmıram, onda elə bir fikir olsun. Hə, ola bilər ki, məyus idi, amma yəni dünənki onun açıqlamaları oyundan əvvəlki məncə onun pozitiv bir insan olduğunu və pozitiv bir məşqçi olduğunu göstərir və elə oyundan öncə də biraz diyaloqumuz oldu və belə çox xoş, çox necə deyim, centilmen və çox da peşəkar bir insan və məşqçi kimi gördüm. Buyurun Murad. Xazdan Əsərov Murad. Xala görə təbrik edirəm əvvəlcə Qurban müəllim. Sualım ona ibarətdir. Enzo Maresca ikinci hissə 3 dəyişikliklə başladı. Onlardan da Enzo Fernandez, Garnacho demək olar ki, Premier Liqada daimi olaraq əsas heyətdə meydana çıxırlar. Sizcə də, yəni mən belə fikirləşirəm və sizdən də soruşmaq istəyirəm ki, sizcə də Enzo Maresca Qarabağın əsl gücünü birinci hissədə gördükdən sonra bu qərarı verdi? Nəyə görünür? Yəni Qarabağın əsl gücünü birinci hissədə gördükdən sonra bu qərarı verdi ki, əsas heyət oyunçularını meydana buraxdı? Yəni deməzdim belə, zaten məğlub olurdu ilk hissədən sonra və ikinci hissə daha da oyunu sürətləndirmək istədi, daha da keyfiyyətli eləmək istədi. Ona görə birdən-birə 3 oyuncu dəyişiklik elədi və bu bir daha göstərdi ki, nə dərəcədə bizə ciddi yanaşmasını, bəlkə onun öz planında bu oyuncuları bir 30 dəqiqə oynatmaq idi, 20 dəqiqə oynatmaq idisə, amma nəticəyə görə o riski getdi, 45 dəqiqədə meydana buraxdı və belə oyunun gedişatına görə məncə də əzətmələr etdi. Buyur Cavid.
Qurban bəy, iki sual vermək istəyirdim sizə. Birinci, siz oyuna bir saat qalmağa başlamış. Deməli, görəndə ki, Chelsea-də Hout oynayır, hansı ki, ümumilikdə cinah müdafiəçisidir. Siz Camilo Durana belə bir göstəriş vermişdiniz ki, onu elə bir cinahın istismar etsin. Çünki Chelsea-də biri Adebayor klassik mərkəz müdafiəçisidir və Optan statistikası var idi ki, Qurban bəy. Orada Camilo Duranla 7 dueli oldu, 4-ünü uduzdu, az qala öz qapısına penalti gətirəcəkdi. Sonra da 2 gol həmən onun istismarından gəldi. Bu birinci sualımdır sizə. İkinci sualsa, Çempionlar Liqası oyunlarında daima Andrade 60-cı dəqiqələrdə əvəz olunur. Burada sizin məntiqiniz nədir? O bütün cinah işləyir deyənə yorulur ya siz cinahı yeniləmək istəyirsiniz? İlk olaraq biraz o bəzi detalları mənim burada açıqlamağım düzgün olmaz. Çünki biraz belə bilmirəm, bəlkə də qeyri-etik olar. Hə, dedim ki, bəs belə tapşırıq verdim, falan oyunçunu gördüm, belə elədim. Biraz nəsə düzgün səslənmir. Ona görə biz dünəndən hazırlaşmışdıq oyuna. Hansı ki, bəzi öz hücumlarımız var idi. Hansı ki, bugün xeyli sayda biz onları gördük meydanda, xeyli sayda onu eləyə bildik. Bu komanda sadəcə adlar dəyişir onlarda, amma o qabiliyyət, o bacarıq, o sistem onların yenə meydanda onlar hamısı qalır. Ona görə biraz hansısa bir fikir bildirmək bəlkə mənim üçün düzgün olmaz idi. Qaldı ki, ikinci suala Andrade ümumiyyətcə biraz çox sürətli futbolçudur, çox sprinter bir futbolçudur. Onun hər oyun demək olar ki, digər futbolçulardan fərqli, onun maksimal sürəti həddindən artıq yuxarı olur. Və bu da bunun, belə deyək də, enerjisini daha tez alır və yorğunluq onda belə oyuna daha tez hiss olunur, nəinki məsələn digərlərində. Və buna görə çox oyunlar olub ki, belə bir addım atmışıq. Kənan, buyur, axırıncı sual. Qurban, mən sizə Azərbaycan futbol tarixinin yaxşı baş məşqçisi fikrini deyəndə qəbul eləmişsiniz, amma Azərbaycan futbol tarixinin ən böyük uğurunu hal-hazırda siz yazırsınız. Hal-hazırda qazandığınız nəticə, yəni bu tarixin ən yaxşı nəticəsi sizə əlavə yük olmur ki, çiynlərinizə? Bilmirəm necə deyim Kənan, ümumiyyətcə ən böyük uğur əldə etmək, bilmirəm, ən yaxşı baş məşqçi deməkdirmi deyə bilmərəm, amma ən yaxşı uğur, ən yaxşı, belə deyək, nəticə verən məşqçi desən, hə, bəlkə bu daha uyğun olar. Və ümumiyyətcə, mən, belə deyək də, belə oyunlarda, Avropada ümumiyyətcə, tək Qarabağ çıxış eləyəndə, bu mənim üçün əlavə bir məsuliyyət olur. Çünki düşünürəm ki, sabah birdən biz də məğlub olsaq, tamam, bitdi, ölkəyə, belə deyək, ən azından yanvar ayına kimi Avropa futbolu gəlməyəcək. Bu məni çox narahat eləyir. Belə, amma qaldı digər məsələyə dediyim kimi də. Buyurun. Soru var. Hocam, çok takdir ettiğim bir teknik adamsınız. Ben 30 senedir Şampiyonlar Ligi'nin içindeyim. Karabağ'da kalıp Karabağ'ın Alex Ferguson'ı mı olmak istersiniz? Yoksa Karabağ'dan ayrılıp Pep Guardiola gibi, Mourinho gibi mi olmak istersiniz? Təm bəy, məni anam bu dünyaya Qurban Qurbanov kimi gətirib. Elə Qurban Qurbanov kimi olmağım məncə daha yaxşıdır. Və belə də qalmaq istəyərdim, Qurban Qurbanov kimi. Və bir daha, məncə suallar bitdi, Qalatasarayın oyunu var, gedək Qalatasaraya azarkeşlik eləyək. Sağ olun.